Xoşbəxtlik yəqin ki, yeri məlum deyil də, hardadır, içimizdədir, tək megapolisdə deyil o. Hər yerdə var. ruhumuzdadır. Müşfiq müəllim, bu da deyirdi ki, həyat əzab çəkmək üçündür. Yəni insanlar bura gəlirlərsə əzab çəkməlidirlər və bu əzabı yaşaya-yaşaya öz ruhlarını yetişdirməlidirlər, kamilləşməlidirlər. Amma müasir dövrdə qəribə bir nəzəriyyə yarandı. İnsanların hamısı rahatlığı, xoşbəxtliyi rahatlıqda gördülər də. Hamı komfortun, rahatlığın dalı ilə qaçdı. Heç kəs əzab çəkmək istəmir. Bax, bu insanlar sizcə xoşbəxtliyi tapa biləcəkmi? Xoşbəxt cəmiyyət yarada biləcəkmi? Övladlarını xoşbəxt böyüdə biləcəkmi ən azından? Onlar ölümü tapacaqlar ancaq. Çünki komfortlu həyat istəyi əslində ölümdür. Qərb buna çox odaqlandı. Qərb ümumiyyətlə yaxınlarda buna fikir verdim ki, Şərq həmişə deyirdi ki, elə antik fəlsəfədə də bu belə idi. İnsanın xoşbəxt olması üçün onun kamilləşməsi lazımdır. Mənəvi yetişməsi lazımdır. Doğru ayarlara çatanda o həyatı doğru düzgün görəcək, anlayacaq və yaşayacaq, xoşbəxt olacaq. Bütün antik fəlsəfə də bu idi, Şərq fəlsəfəsi də bu idi. Qərb dedi ki, mən sizə yeni bir texnokratik cəmiyyət quracağam. Məsələn, Francis Bacon'da var idi, Yeni Arqanon əsərində. Ki, yeni bir texnokratik cəmiyyət quracaq. Ya Tommaso Campanella'da da var idi, o utopik sosialistlərdə. O yeni cəmiyyət texnokratik olacaq və ədalətli olacaq və o zaman bütün problemlər həll olunacaq. Və faktiki olaraq texnika ilə bəşəri problemləri həll etməyə çalışırlar. Fikir versinizmi? Olan peyğəmbəri də Elon Musk'dır. Və ya onun kimi başqa birisi. Bundan əvvəl Bill Gates idi. Və ya bir başqa bir adam. Çünki belə bir adama sifariş var. Buddaya sifariş yoxdur ki, gəl bizə müdrikləşməyin yollarını öyrət. Sən bizə yeni bir gadget verginən və biz onun vasitəsilə həyatımızı rahatlayaq. O əzabsız, rahat yaşamaq istəyi nəyə gətirib çıxarıb? Təsəvvür edin. Adamlar evlənirlər, iki adamdır da, qız da, oğlan da. Bunlar əzablı yaşamalıdırlar. Bunlar əziyyət çəkmədilər. Əzab bunlara vacib buyurulub ki, bunlar bir-biri ilə qarpışa-qarpışa əziyyət çəkə-çəkə həyatı öyrənəcəklər, insanlığı öyrənəcəklər. Günlərin bir günü tapanda o insanlığı neçə illərdən sonra qucaqlaşıb ağlayacaqlar ki, biz nadanlığımızın bədəlini verdik illərimizlə. İndi nədir? İndi bunlar görüşürlər, birinci əzab siqnalları gələn kimi gedirlər boşanmağa. Əzab çəkmək olmaz, bu doğru adam deyil. Və sən düz adamsan. Sən də doğru adam deyilsən. Sadəcə olaraq bu əzaba qatlaşmağı bacarmırsınız. Əzablı həyatlardan qaçırlar, vətəndən qoyub qaçırlar. Ya burada problem var, gedirəm problemsizliyə. Gedir sonra görür ki, orada həyatı yoxdur. Daha böyük problem var. O adamları hara aparacaqsan? Mən uşaq vaxtı bir film görmüşdüm, orada bir qız sonda adanı tərk etməli olurlar, deyib, bu adanı hara aparacaqsan ki? Əşyalarını yığdın, apardın. Yəni sən çıxıb gedirsən, tutalım ki, və bu qohum qardaşı hara aparacaqsan, ana-baba ata-baba hara aparacaqsan, onların qəbirlərini hara aparacaqsan, necə yaşayacaqsan sən orada xoşbəxt? Amma bu illüziyanı da adamlarda kultivasiya edirlər ki, rahat həyat, həyatın mənasıdır, problemli həyat doğru həyat deyil. Sən dünyaya bir dəfə gəlmişsən. Sən dünya, amma sən layiqmisən o rahat həyata. Sizə inandırım ki, Allah çox fərqli çeşidli hadisələr yaradır da ibrət almamız üçün. Biri görürsən ki, kasıb adamdır, qəfildən buna çox böyük paralar gəlir. Düşünərsən ki, bu adam xoşbəxt olacaq, verir o paranı bir neçə aydan sonra maşına falana, beşməkənə, sonra başlayır narkotik oturur. Çünki narkotik istifadə eləmək üçün də gərək para lazımdır. Sonra həyatını bir ilə çürüdür, məhv edir. Onu fikirləşirsən ki, bəlkə buna pul verməməkdə Allah haqlı idi. Çünki adam əlinə aldığı pulla da xoşbəxtlığa çata bilmir. Adama elə gəlir ki, mənim bu problemim həll olunsa, iş problemimlə, bu problemim, bu birisi problemim, bu adam olmasa mənim həyatımda mən xoşbəxt olacaq. Belə bir